Bu günləri sizə 4-cü sinif monitorinq tipli bir sualın izahını verəcəm. Əgər izah sizə faydalıdırsa, kanala abunə olub bildirişləri açmağı unutmayın. Başlayaq sualımıza. Nazim özünə qiyməti 4700 manat olan iPhone 16 Pro Max telefonu aldı. O, bu pulu 4 ay ərzində ödəməlidir. 3 ay ərzində hər ay 999 manat pul ödədi. Nazim sonuncu ay neçə manat pul ödəməlidir? Deməli, bizə telefonumuzun ümumi qiyməti qeyd olunub 4700 manat. Ödəniş müddəti isə 4 ay müddətində olmalıdır. İlk 3 ayın hər birində 996 manat pul ödəyir. İlk 3 ay ərzində biz ödənilən ümumi məbləğ nə qədərdir? Gəlin onu baxaq. 999-u vuracam 3-ə. İlk 3 ay ərzində nə qədər pul ödəyib onu tapmaqdan ötürü. 9-u vururam 3-ə, 27. 7 yazıram 2 yadda. 9-u vururam 3-ə, yenə 27. 2 yadda 29. 9 yazıram 2 yadda. 9-u vururam 3-ə, 27. 2 yadda da olacaq 29. Deməli, ilk 3 ayda ödədiyi məbləğ elədi 2997 manat. Yazıram bura 3 ay müddətində bərabərdir 2997 manat. İndi isə bizə sonuncu, yəni 4-cü ayda nə qədər pul ödəməlidir? Bizdən onu istəyir. Telefonumuzun ümumi qiyməti nə qədərdir? 4700 manat. Əgər 4700 manatın, buradan yazaq, əgər 4700 manatın 2997 manatını ödəmişdirsə, neçə manat qalmışdır? Buna görə də 4700-dən çıxacam 2997 manatı. O da bərabər olacaq 1703 manat. Deməli, sonuncu ay nə qədər pul ödəməlidir? Doğru cavab olacaq. D variantı 1703 manat. Əgər bu kimi izahlar sizə faydalıdırsa, kanala abunə olub videoları bəyənə bilərsiniz. Gəlin izahlarda görüşənədək.